Kürdəmir rayonunun Çölqubalı kəndində yaşayan sakinlər uzun illərdir ki, kənddə məktəbin olmamasından əziyyət çəkirlər. Hazırda kəndin şagirdləri təhsil almaq üçün hər gün 9 kilometr uzaqlıqda yerləşən Ərəbqubalı kənd məktəbinə getməyə məcbur qalırlar. Kənd sakinləri, eləcə də valideynlər aidiyyatı dövlət qurumlarından xahiş edirlər ki, Çölqubalı kəndində ibtidai siniflər üçün kiçik həcmdə də olsa məktəb binası tikilsin. Yağışı var, qarı var, kənd yeridir. Yəni məktəbimiz yoxdur. Çox əziyyət, çox kör-koranəyə, çox əziyyət. Heç inana bilmirəm ki, indiki dövrdə, müasir dövrdə bizim məktəbsiz qalaq. Məktəbimizdə çətinlik odur ki, uşaqlar müntəzəm davranış yoxdur. Məktəbə gedib gələ bilmir, uzaqdır. Müəyyən qədər elmi təhsili mənimsəyə bilmir bu işi. Yəni ki, məktəb yaxın olarsa uşaq gedib gələr, müntəzəm davamiyyət artar, təhsil alar, necə lazımdır, dərindən elmi savada biliklərə yiyələnər. Çətinliyimiz böyükdür məktəblə bağlı. Əvvəllər lap çətin idi, indi sağ olsun dövlət marşrut ayırdı uşaqların gedib gəlməsi üçün. Amma o da qane eləmir. Bəzi vaxt yetişir, elə hardasa elə marşruta mindirmək üçün uşağı 1 kilometr mən piyada gəlib uşağı mindirirəm maşına. Yetişmələr olur. İşimizin elə, məsələn, yarı faizən oran ki, uşaqlarımız məktəbə gedib gəlsin. Çətinlik, yəni burada özümüz üçün olsa əla olar. Məktəbin qonşu kənddə olması şagirdlərin vaxtının demək olar ki, uzun müddət yola sərf eləməsi, bəzən isə dərsi gecikmələri ilə nəticələnir. Bu da onların həm fiziki, həm də psixoloji yorğunluğuna səbəb olur. Yola piyada gedib gəlirik, ona görə də davamiyyəti yoxdur məktəbə. Əvvəl piyada gedirdik, indi isə avtobusla ayrıldığına görə bir dənə avtobus olduğuna görə çox da sıxıntı olur. Yeni məktəbin tikilib tikilməyəcəyi ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Bildirildi ki, Çölqubalı kəndində məktəbin tikintisi ilə bağlı aidiyyatı üzrə məsələ qaldırılıb. O da qeyd edildi ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlik prinsip əsasında həyata keçirilir. Bununla yanaşı, kənddə yaşayan şagirdlərin təhsil hüququnun təmin edilməsi məqsədi ilə zəruri tədbirlər görülür. Samir Cəbiyev, Jalə Qəhrəmanqızı.